Hər kəs bugün rəqəmsal ödənişlərdən danışır. Yəni hamımız telefonu, kartı terminala vurub keçirik. Əlbəttə, ən rahatı budur əslində. Hə, dəqiq. Amma bilirdinizmi ki, hazırda insanların cibində, seyflərində, necə deyərlər, yastıq altında düz 18 milyard manatdan çox nağd pul fırlanır. Özü də bu rəqəm getdikcə böyüyür. Məhz elə bunu danışacağıq bugün. Deməli, Milli.az və Azərbaycan Mərkəzi Bankının 1 aprel tarixinə olan hesabatlarını götürmüşük. Məqsədimiz bu milyardlarla manatlı quru statistikanın arxasına baxmaqdır. Aha, rəqəmlərin arxasındakı real iqtisadiyyata. Bəli, iqtisadiyyatdakı pul əslində haradadır və ən əsası bu rəqəmlər sizin gündəlik həyatınıza, yəni alıcılıq qabiliyyətinizə necə təsir edir? Gəlin birinci ən böyük mənzərədən başlayaq. Böyük mənzərə deyəndə, yəqin ki, M3 aqreqatını nəzərdə tutursunuz. Ay sağ ol, bu rəqəm nədir və niyə vacibdir bizim üçün? Yəni, ELIS M3 iqtisadiyyatdakı bütün pulların cəmidir. Ən geniş mənada pul kütləsi. Bu rəqəm hazırda təxminən 50 milyard manatdır. 50 milyard, dəhşətli rəqəmdir. Hə, 49 milyard 979 milyon, yəni yuvarlıq 50 milyard deyək və ötən illə müqayisədə təxminən 7%lik bir artım var. Belə deyək də, təsəvvür edək ki, M3 ölkə iqtisadiyyatını qidalandıran o nəhəng bir su anbarıdır. Amma bu ambardakı suyun hamısı tam olaraq daxili şəbəkəyə axmır, düzdür? Düzdür, çünki xarici valyutada olan vəsaitlər də var bunun içində. Hə, hesabatdan manatla olan pul kütləsi, yəni M2 adlanan o göstərici 40 milyard manat olaraq qeyd edilib. Bunu da şəhərimizin daxili borularında axan su kimi düşünə bilərik. Çox yerində müqayisədə əslində M2 birbaşa manatla olan dövriyyədir. Amma burada mənim diqqətimi çəkən bir ziddiyyət var. M2 ilin əvvəli ilə müqayisədə 1% azalıb. Ancaq keçən ilin eyni dövrünə baxanda düz 12,5% artıb. Bəli. Yəni bu 1%lik geriləmə bizi narahat etməlidir, yoxsa əsas diqqətimiz o illik böyük trendə olmalıdır? Qətiyyən narahat etməməlidir. Çünki ilin əvvəlindəki o kiçik azalma adətən sadəcə mövsümi xarakter daşıyır. Yəni yeni il xərcləmələrindən sonraki durğunluq kimi. Tam olaraq. İnsanlar yanvan-fevral aylarında biraz xərclərini qısırlar. Əsl baxmalı olduğumuz yer o illik 12,5%lik artımdır. Çox böyük artımdır əslində. İki rəqəmli artım. Bəli. Manat kütləsinin bu qədər artması daxili tələbatın, iqtisadi aktivliyin yüksək olduğunu göstərir. Sizin o su misalınıza qayıtsaq, daxili borularda su daha gür axır deməkdir. Aydındır. İndi gəlin o böyük borulardan biraz da dərinə gedək. İnsanların şəxsi kranlarına. Yəni M1 və M0 aqreqatlarına. Tələbli depozitlər. Hə. M1 təxminən 31,5 milyard manatdır hesabatda. Sadə dildə desək, bu bizim maaş və ya debit kartlarımızdakı vəsaitlərdə də düzdür. Hə, istədiyiniz an nağdlaşdıra və xərcləyə biləcəyiniz pullar. Burada da illik 11%-dən çox artım var. Amma bir dəqiqə, əsl maraqlı və məni şoka salan yer burasıdır. Banklardan kənarda olan nağd pul kütləsi, yəni M0. Aha, cibimizdəki nağd pul. Bəli, sırf əllə tutula bilən o kağız pullar. Bunun həcmi 18,3 milyard manatdır, özü də illik 14,2% artıb. Bəli, 14,2%. Dayan, mən bunu başa düşə bilmirəm. Hər kəs nağdsız ödənişdən danışır. Biz hər şeyi telefonla ödəyirik, cibimizdəki nağd pul necə 14% arta bilər axı? Sözün düzü, bu çox adamı təəccübləndirir. Rəqəmsal ödənişlərin artması faktdır. Amma bu, nağd pulun tamamilə yoxa çıxması demək deyil. Bəs bu qədər pul harda fırlanır? Baxın, iqtisadiyyat özü böyüyür. Ümumi həcm böyüdükcə, əməliyyatların mütlaq həcmi də artır. Digər tərəfdən, mikro və kiçik ticarətdə, xüsusən də regionlarda hələ də nağd əməliyyatlar üstünlük təşkil edir. Yəni bazarlarda, kiçik dükanlarda? Hə, bir də məsələnin psixoloji tərəfi var. İnsanlar üçün nağd pul sadəcə ödəniş vasitəsi deyil, həm də bir güvən mənbəyidir. O pulu necə deyərlər, vedrələrdə daşımaq bəzi sektorlar üçün hələ də ən rahat yoldur. Maraqlıdır. Deməli, məsələ həm də köklü vərdişlərdir. Bəs bu M3-dən başlayıb o cibimizdəki nağd pula, yəni M0-a qədər gəldiyimiz bu səyahət dinləyici üçün niyə vacibdir? Çünki bu birbaşa inflyasiyaya təsir edir. Yəni qiymətlərə. Bəli, sizin alıcılıq qabiliyyətinizə.
Əgər dövriyyədəki pul kütləsi bazardakı mal və xidmətlərin həcmindən daha sürətli artarsa, satıcılar avtomatik qiyməti qaldırır. Çünki daha çox pul eyni miqdarda mal qovalayır. Sadə iqtisadiyyat. Tamamilə doğrudur. Mərkəzi Bankında əsas dərdi bu tarazlığı qorumaqdır. Nə iqtisadiyyatı susuz qoymaq olar, nə də pul bolluğundan inflyasiya daşqınlığı yaratmaq olar. Deməli, sistem çox incə bir balans üzərində dayanır və dövriyyətdəki nağd pulun hər il belə 14% artmasını nəzərə alsaq, bəlkə də o çox danışılan tam nağdsız cəmiyyət xəyalı düşündüyümüzdən çox uzaqdadır. Hələlik nağd pul şahdır deyə bilərik. Dəqiq. Növbəti dəfə mağazada kasserə o kağız pulu uzadarkən bir anlıq düşünün. Siz əslində o 18,3 milyardlıq nəhəng okeanın sadəcə bir damlasını əlinizdə tutursunuz və görünür, o damlalar iqtisadiyyatın axınını hələ də tək başına idarə edir. Dinlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın.